Baxın, burada da var tənəffüsdə. Bu zaman da zərf düzəlindən leksik şəkilçi kimi də işlənir. İndi baxaq buna aid testimizə. Məsələn, yazılıb da bağlayıcı kimi. Da bağlayıcı kimi uşaq da həyətdə tonqal qalanmışdı. Uşaq dana həyətdə tonqal qalanmışdı deyə bilmirik. Deməli, bu zaman burada nədir? Bağlayıcıdır. 1-ə gedir A. Da ədat kimi. Növbə sənə də çatar, əlini eylə. Növbə sənə dana çatar deyə bilmirik. Deməli, burada da nədir? Əgər da leksik şəkilçi kimi işlənəndə bitişik yazılır. Məsələn, evdə, həyətdə, ildə, həyətdə, gündə, növbədə da leksik kimi şəkilçi kimi işlənəndə bitişik yazılır. Yox, bağlayıcı və ədat kimi işlənəndə ayrı yazılır. Deməli, da bağlayıcı kimi uşaq da həyətdə tonqal qalanmışdı. Birincisi, burada hamısını mötərizə daxilində yazıblar ki, biz ayırd edə bilək. Uşaq dana həyətdə tonqal qalanmışdı olmur, deməli, burada bağlayıcıdır. Növbə sənə də çatar, növbə sənə dənə çatar demək olmur. Deməli, burada yenə bağlayıcıdır, B-də gedir. Uşaqlar tənəffüsdə dalaşırdılar. Nə zaman tənəffüsdə? Burada C-yə gedir, 3-ə gedir, tənəffüsdə. Zərf düzəldən leksik şəkilçidir. Da ədat kimi səndən ümidimi kəsmişəm dana. Bax, görürsünüz, bir dənə dana artırmaqla 2-yə də D gedir tapmaq olar. Deyəcəksiniz ki, bəs bu niyə qalır? Onda xeyli kitab var. Kimdə? Bu hal şəkilçisidir. Bitişik yazılmalıdır. Sadəcə buna aid bir variant yoxdur deyə biz onu qeyd etmirik. Belə əziz şagirdlər, bu maraqlı bir testdir. Ümumiyyətcə, bu da bağlayıcısının ədat kimi, bağlayıcı kimi, leksik şəkilçi kimi işləməyini bir qeyd şəkildə özünüzə bir kənara yazın və diqqətlə fikir verin. Yəni, testdə bəzən belə çaşdırıcı məqamlar olur. Diqqətiniz üçün təşəkkür edirəm.